Salam değerli izleyiciler, may ayının 5'i, 6'sı ve 7'si ilə bağlı bir vacib hava xəbərdarlığı var. Diqqətinizə təqdim edirəm. Videonu bəyənin, paylaşın və burada üstəgəl işarəsi görürsünüzsə üzərinə vuraraq kanala abunə olun. Mayın 5'i, 6'sı və 7'sində Azərbaycanın bəzi rayonlarında hava şəraiti yağıntılı olacaq. Bildirilib ki, ayrı-ayrı yerlərdə Naxçıvanda, Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur, Balakən, Şəki, Quba, Qusar, Dağlıq, Şirvan və Mərkəzi aranda yağıntı intensivləşəcək. 5'ində və 6'sında qısa müddətə güclənəcək, şimşək çaxacaq, dolu düşəcək. Dağlıq ərazilərdə isə qar yağma ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Həmçinin bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Naxçıvan Muxtar Respublikası, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli və Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək və küləyin sürəti saniyədə 21 metr təşkil edəcək.